irtəngi namazını oqılaş, məşidlərdə öz vaxtında, hər məşidində öz vaxtında irtəngi namaz oqılan, azanları eydilər. Şundan sonra qıyaş çıxaş, qazanda, əgər də qazanda qayıtsaq, o saat 5-də 10 minutlar ulaşar, 6-cı 10 minutlar. Qıyaş çıxaş, yardı saat məşiddə oturub, vağəzlərinə, Qur'ənlərinə oqaq, dua qılıb, arvaqlarına dua qılıb, 5 dəqiqəlikdə qazan məşidlərində gayib namazı, yani imam namazlıqqa basıb Allahu Ekber deyib, gayib namazını oxuy başlayıb. Şu mezgildə biz bütünümüz məşidlərdə bulunurğa tiyirmiz, həm şu izgi işdə qatnaşırğa tiyirmiz. İmam namazlarını bitirgəş, xütbələrini söyləgəş, Qurban şalıqa rüxsət. Yani qazanda qayadıq saat 6'dan sın Qurban şalı rüxsət itiləşin ki, Peyğəmbərimiz sallallahu etken, kim gayib namazına xatlaş olsa, ol gadi itkine sanalar, gadi şalıqına sanalar, kim gayibdən sən şalsa niyetlər, ol qurban bulaşaq, həm hər bir yılı işin Allah Teala şu kişiyə ecir savablarını verir, həm xata günahlarını vafu edir. Respublikaga qaytqanda, bizning respublika uzun, məsələn, əgər də şu qıyaş çıxartırğan yoxlarına baxsaq, anda qazan bilen ayırma bir 15 minut. Eğer de biz şu boğa yoxlarına, şükrəli yoxlarına qayıtsaq, anda sınıraq bula bir 15 minutqa. Şu an hər bir rayon öz vaxtlarını qoyğan, hər bir şəhər öz vaxtlarını qoyğan, həm şu vaxtda oxulan. Ayırma nəsədən, çünki Urazada Respublik Kulən bir vaxtına qoyğan idik, saat 7'də deyib etkənlər idi. Bunda Qurban şalınğa girəkdik, həm vaxt kübrək qalsın üçün, onu ertərək qoyub, müftiyimiz ertərək qoyğan, həm ertərək oxuy başımız.